SSR'nin Amerikanı kopyalamaq istəyib zibilə düşdüyü, sonra isə əfsanəyə çevirdiyi o canavar Zil 157-nin əsrarəngiz hekayəsinə xoş gəldin. Qardaşım, təsəvvür elə səhər tezindən durmusan. Palçıq dizə qədər, qabaqda da elə bir dənə dağ yolu var ki, ora baxanda adamın canına lap vəlvələ düşür. Amma sən zərrə qədər də qorxmursan, çünki altındakı maşın Zil 157-dir. Düzdür, bunun sükanını fırlatmaq üçün gərək qolunda ən azı 2 at gücü olaydı. Amma valla bu maşını sürənlərin hamısı indi də onu elə şirin xatırlayırlar ki, elə bil birinci məhəbbətlərindən danışırlar. Bəs bu canavar necə yarandı? Gəlin biraz sizə tarixçədən danışım, amma söz verin ki, gülməyəcəksiniz. Qaydırıq 30-cu illərin axırına. İkinci Dünya müharibəsi qapının düz ağzını kəsdirib dayanmışdı. SSR-nin avtozavodlarında mühəndislər başlarına dördülər ki, ay qardaş, biz elə maşın düzəltməliyik ki, dağı, dərəni, palçığı heç vecinə də almasın. Gorki zavodundan Andrey Lipkart adlı bir kişi və onun ağıllı başlar komandası çıxır ortalığa. Nə qədər maşın sınaqdan keçirirlər, axırda qaydırırlar ki, əgər babat yolsuzluq maşını istəyiriksə, təkərlər tək-tək olmalıdır. Yoxsa arxadakı cüt təkərlər palçıqda ancaq özünə qəbir qaza bilər. Başqa variant yoxdur. Amma sən saydığını say, gör müharibə nə sayır ya qardaşım. Müharibə bu qızıl kimi planların üstündən bir dənə yekə bir qalın xətt çəkir. Müharibə bitəndən sonra əlimizdə bizədən qaz 63 qalır. İki oxluydu, amma keçiciliyinə söhbət belə ola bilməzdi. Hər yerə çıxırdı. Bəs Moskvadakı Stalin zavodu nə eləyirdi? Onlar da 40-cı illərin axırında baxdılar ki, Amerikalıların Studebakeri yaman qəşəng şeydir. Katyuşalarda şəlləri belinə, daşıyır cəbhəyə, orada bir dənə at oynadır, gəl görəsən. Dedilər, əşi nə edir ki, yenidən velosiped falan icad edib. Gəlin elə bu Amerikan maşının dizaynı kopyalayaq, aqreqatları da özümüzdən qoyaq, adını da edək ZIS 151. Amma gəl gör ki, yaman zibilə düşdülər də qardaşım. 1948-ci ildə bu ZIS 151 demək buraxdılar istehsala. Bir il sonra o yazın şirin palçıqlı yollarında qaz 63 ilə bu təzə maşını saldılar sınağa baxaq görək nə ayırıq. Sən demə bu üçoxlu yekəbər ZIS 151 var ha. Palçığı görən kimi elə batırdı ki, qaz 63 ona qıraqdan baxıb gülürdü. Çünki o kopyaladıkları Amerika stilindəki arxa cüt təkərlər bizim palçıqda sadəcə palçıq yığan kürək rolunu oynayırdı. Konstruktorlarında necə deyirlər, üzü qara oldu. Studebakeri də yanında pərt oldular. Orduya da artıq bu maşınlar gedirdi. Vəziyyət kritik idi. Ən gülməli və eyni zamanda adamı yandıran məqam nə idi bilirsiniz? Hələ 1946-cı ildə, yəni bu biabırçılıqdan çox-çox əvvəl zavodun hansısa küncündə tək təkərli əsl canavarın gələcək Zil 157 var ha, onun layihəsi toz basıb yatır da kişi. Bəli, bu prototipi yığmışdı. Sadəcə o vaxt kimsə yuxarıdan hansısa bir ağılı çıxıb demişdi ki, əş vaxtımız yoxdur, Amerikanı kopyalamaq daha asandır. Axırda başa düşdülər ki, yox ey qardaşım, özgənin atına minən tez düşər. Səhvlərini düzəltdilər, o toz basmış layihəni çıxartdılar və beləcə o əfsanə palçıq tanımayan, dağ dərə bilməyən, sürücünün qollarını idman zalına getmədən Schwarzeneggerin qoluna döndərən Zil 157 doğuldu. Qardaşım, çayını götürürsən, kofeni süzürsən, nə bilim, mürəbbəni çəkirsən, ürək dərmanını da yaddan çıxartma. Çünki videonun növbəti hissəsində ürəyin zadını ağrıya bilər. Hə, bir də o kanala abunə olmaq var ha, o tuşa da zəhmət olmasa bas, videonu bəyənib şərh yazmağı unutma ki, növbəti videoları bizə motivasiya olsun. Keçək şimdi videomuzun növbəti hissəsinə. Düzünü desək, o Amerikanın Studebaker sevdası Sovet konstruktorlarını az qala 10 il geriyə salmışdı ki, yaxşı ki 50-ci illərin əvvəlində ayrıldılar. Gördülər ki, yox əşi, bu ZIS 151 qoşa təkərləri ilə uzağa gedə bilməyəcək. Dedilər, gəlin bu aqreqatları götürək, üstündən də bir dənə bronik yığaq, amma təkərləri yekə və tək-tək qoyaq. Zavodda da o vaxt elə bir qırğındır. Mühərrikin xodunu artırırlar, detalları dözümlədirlər, nə bilim, qabağa bir dənə canavar lebyotkası qoyurlar ki, dağdan uçsa özünü dartıb oradan çıxarda bilsin. Amma əsl partlayış, əsl şok başqa yerdə idi. Dünya avto tarixində ilk dəfə olan bir şey. Təsəvvürlə. Dağın başındasan, palçıq dizə qədər. Təkərə nəsə girir və partlayır təkər. Normalda nə etməlisən? Düşüb palçığın içindəki danqırat ləlləşməli, üst başını batırmalısan. Düzdürmü qardaşım? Amma Zil 157-ni sürürsənsə, sən sadəcə kabinədə kral kimi oturub siqaretini çəkə-çəkə bir dənə knopkanı basırsan. Bəli, söhbət təkərlərin havasının mərkəzi idarə etmə sistemindən gedir. Hərbiçilər isə bunu görəndə az qala sevincindən ağlayırlar ki, fikirləş ki, müharibədir, düşmən təkərə güllə atır. Hava çölə fışqırır. Amma sənin kompresorun avtomatik havanı basır təkərə və sən qazı buraxmadan basıb gedirsən ürəyin istədiyi yerə. Sırf o GTA-da ölümsüzlük kodu yazırsan, ha, bax onun kimi bir şeydir. Amma bu şirin sistemə görə mühəndislər maşının altını üstünə yetirməli oldular. Təkərlərin sayı 10-dan 6-ya düşəndə o köhnə ZIS 151-də kabinənin arxasında qoşa dayanan adama mən
buradayam deyən o 2 dənə təkər var ha, zapaska. Onu tulladılar bir dənə kənara. Bunun yerinə bilsən nə etdilər? O kuzovu var ha, onu çəkdilər kabinəyə tərəf. Ramanı arxadan kəsib gödətdilər. O yazıq tək zapaskaya da kuzovun altında bir yer tapdılar. Nəticədə nə oldu bilirsən? Zil 157-nin ağırlığı oxlar arasında elə ideal bölündü ki, bu maşın az qala palçığın üstündə sürüşərək getməyə başladı. Keçid qabiliyyəti oldu 100 üzərindən düz 100. Dostlar, Zil 157-yə təkərlərin havasını mərkəzdən idarə etmək üçün sistem quraşdırırlar, düzdür? Amma əvvəl mühəndislərin biraz ağıllı vaxtlarına düşmüşdü. Təsəvvür edin, havanı vuran boruları çəkmişdilər təkərin düz çölündən, sürücü girirdi meşəyə, yekə bir ağac budağı və ya kol ilişirdi boruya, çart, boru qopdu. Hava getdi, sən də qaldın palçığın ortasında, özü də təkərsiz. Çox çəkməli ki, başa düşdülər ki, yox, belə getsə sürücülər bu maşını lənətləyəcək. Tezbazar sistemi dəyişib o hava borularını gizlətdilər təkərin içində. Bax, bu artıq əsl şahmat idi. Üstəlik də bütün o dəyişimdən sonra maşının çəkisi 100 kiloqram da azaldı. O əvvəlki köhnə ZIS 151 var idi. Valla o maşın dərddən başqa bir şey değildi. Arxasına bir dənə də qoşqu bağlayırdılar. Qaza basırsan, maşın getmir ki, getmir. Elə bir ki, zorla dalına itələyirsən. Üstəlik də az qala qardaşım, hər yoxuşda mühərrik qaynadırdı, suda fışqırırdı. Benzin dərdi də ki, öz yerində. Maşın sanki benzinlə işləmirdi. Benzini azgözlüklə içirdi. Orta sürət ispağa sürəti, detallar da tez sıradan çıxırdı. Zavallı sürücülərində ömrünün yarısı ustanın qarajında keçirdi kişi. Bax, Zil 157-ni yaradanda mühəndislər də dedilər ki, bəsdir, bu biabırçılığa son qoymaq lazım. Bilirsiniz nə elədilər? O götürdülər o 5.5 litrlik 6 silindrli mühərriyin üstünə bir dənə də alüminium qalovka qoydular. Sıxılma dərəcəsini biraz artırdılar. Üstünə də təzə karbürator oturtduqdan sonra təsəvvürlə mühərrikin gücü bir anda 92 at gücündən qalxdı 104 at gücünə. Fırlanma anda oldu 334 Nm. Təbii ki, soyutma sistemində başdan ayağa dəyişdilər ki, daha motor qaynatmasın. Bütün bu tuningdən sonra yük maşını sanki yenidən doğuldu. Həm dözümlü oldu, həm də ən əsası cibə xeyir verdi. Yanacaq sərfiyyatı da yola baxaraq 7%-dən 22%-ə qədər azaldı. Yəni o köhnə azgözlükdən əsər əlamət qalmadı ki, bu maşının mühərriki elə uğurla alındı ki, 1961-ci ildə ona bir də əl gəzdirib gücün 109 at gücünə qaldırdılar. Canavar günbəgün yenilənir və güclənirdi. Hə qardaşım, bir də bu andıra qalmışın benzin içmək söhbətdə var idi axı. Təsəvvürlə ki, elə bir maşın sürürsən ki, zapravkaya girəndə işçilər səni görəndə sevindiklərindən az qala qırmızı xalı sərib xoş gəldin ağam deyirdilər. Niyə? Çünki altındakı o əjdaha Zil 157 100 kilometrə 142 litr benzin içir. Hə, səhv eşitmədin. Sözün əsl mənasında içir ha. Zavodda da bunu bilirdilər deyə maşına bir yox, düz 2 dənə bak qoymuşlar. Biri 160 litrlik standart, o biri də kuzovun altında gizlədilmiş 60 litrlik zapas bak. Yəni evdən çıxanda cibində maşının pulu qədər benzin pulu olmalı idi. Amma qardaşım, bu maşının elə bir dözümü var idi ki, o benzin pulunu sən ona halal edirdin. Demək 1978-ci ildə istehsal Urala keçəndə mühəndislər dedilər ki, gəlin bunun motoruna biraz Zil 130 detallarından qataq. Hətta əfsanələr gəzir ki, bəzi partiyalara sükan üçün gidravlika, yəni hidrogücləndirici də qoyublar. Düzdür, bu gidravlika məsələsi kənddəki o yalancı pəhləvan olur. Bax, o söhbətə bənzəyir biraz, mən düzü inanmıram. Amma hamı danışır da, görən yoxdur. Gələk korobka məsələsinə. 5 irəlik bir geri korobkanı elə gücləndirmişdilər ki, sanki tankla kəllə-kəlləyə gəlmək üçün yığmışdılar. Razdatka, arxa qabaq mostlar, hamısının altını elə qalınlaşdırmışdılar ki, bu maşınla dağa yox, dağın birbaşa içindən keçə bilərdin. Amortizatorlardakı maşının gedişini elə şirin eləmişdi ki, Sovet dövrü üçün bu az qala Mercedes komfort sayılırdı qardaşım. Komfort demişkən, Sovet maşınında komfort sözü adama biraz düzünü deyin, gülməli gəlir. Amma Zil 157-nin kabinəsinə isti hava vuran sistem və təzə rezinlər qoyulandan sonra qışın ortasında Sibirin düzündə sükan arxasında buz bağlamırdınsa, sən artıq VIP sürücü idin. O qabaqdakı qabarıq eybəcər görünən radiator barmaqlığı var ha. O da dizayn üçün deyil da qardaşım. Orada yağ radiatoru ilə jalüzlər vardı deyə elə qabarıq qoymuşdular onu. Sovet mühəndisi hara, dizayn hara. Onlar üçün əsas o idi ki, maşın geçsin, dayanmasın. Amma bu motorun bir dənə qəribə xasiyyəti var idi. Kaprizli qız kimi idi. Xalstoyda qoyurdun, soyurdu, qazı çox verirdin, qaynadırdı. Trasta həyatla gedə bilərsən. Ona görə də zavod demişdi ki, qardaş 65 km/saat sürəti keçmə ha. Otur ağıllı başlı sür, bu maşında sənə ömürlük xidmət eləsin. Bəs bilirsən 100 km 42 litr benzini niyə halal edirik bu maşına? Çünki palçığa, quma, bataqlığa girəndə təkərlərin havasını mərkəzdən 0.5 atmosferə qədər endirirdi. Və vəssalam. Zil 157 dönüb olurdu qayıq. Suyun 85 sm dərinliyindən birbaşa keçirdi. Bataqlığın üstündə az qala sürüşürdü. Özdə arxasında 3.5 tonluq
tonluq qoşqu, belində də 4.5 ton yüklə. Qardaşım 1958-ci ildə ümumdünya sərgisində boş yerə Grand Prix almamışdı bu canavar. Təsəvvür elə ki, təzə Zil 131 çıxandan illər sonra belə bu maşından əl çəkmədilər. Ta 1994-cü ilə qədər düz 800 min ədəd istehsal olundu. Bəs səncə bu gün o bahalı yolsuzluq oyuncaqları o bataqlıqlarda bu benzin içən Sovet əjdahası ilə bazarar, yoxsa palçığı görən kimi elektronika error verər? Şərhlərdə mütləq fikrini yaz, bizimlə bölüş. Görək Zil 157 sevənlər burdadır. Videonu bəyənməyi, qardaşlarınızla, yaxınlarınızla paylaşmağı unutmayın ki, qoyun bu əfsanəni hamı tanısın. Gələn həftə sonu növbəti videoda eşidilənə qədər.